Beynəlxalq sülh və difa üçün Tramp marşrutu layihəsini həyata keçirmək üçün Ermənistanda Trip Company adlı birgə Erməni-Amerikan müəssisə qeydiyyatdan keçəcək. Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə Almaniya Xarici Əlaqələr Şurasında bildirib. Onun sözlərini hökumətin mətbuat xidməti istat gətirib. Ermənistanda Trip adlı Erməni-Amerikan birgə müəssisəsi qeydiyyatdan keçəcək və o, dəmir yolları, avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də fiber optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək, Paşinyan bildirib. O əlavə edib ki, gələn ildən praktiki icraya və tikintiyə başlanılacaq. Paşinyanın fikrincə, Trump Road layihəsi eləcə də Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələri, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz əlaqəni təmin edən orta dəhlizin mühüm tərkib hissəsinə çevrilə bilər. Ermənistan parlamentinin sədri Alin Simonyan Azərbaycan və Ermənistan parlamentariləri arasında geniş tərkibli görüşün keçirilə biləcəyini istisna etmir. O, bu məsələni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə müzakirə edəcəyini deyib. Həmişə təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırıq. Azərbaycanlı həmkarım da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdədir. Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək parlamentlərarası ittifaqın iclası çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüşün olacağını güman edirəm. Artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik, Simonyan bildirib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.